Allah Rəsulü mənzilindən xaric oldu, çıxdı və buyurdu sahabələrinə: "Ey cəmaət, kim istəyir tövbə etsin?" Hamı yeşikliklə cavab verdilər ki, hamımız istəyirik. O zaman Allah Rəsulü buyurdu ki, Zilqədə ayının hər yekşənbəsi, bazar günü qüsl edüz, bəs namaz alız, 4 rəkət namaz qılız, 2 rəkətli namaz. 2 namaz, 2 rəkətli. 2 rəkət qılırsan, bir salam verirsən, namaz, sonra ikinci rəkəti qılırsan. Hər rəkətində bir həmd, 3 qul huvallah, bir fələq və bir nas surəsi oxuyursan. Çox sadə bir namazdır. Sübh namazı kimi qılınır. Fərqi budur ki, sübh namazında həmddən sonra bir qul huvallah var. Burada 3 qul huvallah, sonra fələq və nas surələri oxunur hər rəkətdə. Namazı qurtarandan sonra 70 dəfə istiğfar edirsən. Estəğfirullah Rabbi və etûbü ileyh. Sonra la havlə və la quvvətə illə billahil aliyyil azim zikrini dedikdən sonra bu duanı oxuyursan: Ya əzizu, ya qəffar. Ey əziz və bağışlayan Allah. İğfirli zunubi. Bağışla mənim günahlarımı. Və zunubə cəmi'il müminin vəl müminat. Bütün möminlərin və möminələrin günahlarını bağışla. Fə innəhu la yəğfiruz zunubə illa ənt. Çünki günahları fəqət sən bağışlayırsan. Səndən başqa bağışlayan yoxdur. Hər kəs bu namazı qılır, Həzrət buyurur ki, göylərdən nida gələr: Ey Allah bəndəsi, Allah tövbəvi qəbul etdi. Günahlarım bağışlandı, əməllərimi təzədən başla. O cümlədən Seyyid İbn Tavus İqbalul Ə'mal kitabında rivayət edir ki, Allah Rəsulü buyurur ki, hər kəs bu namazı qılarsa, tövbəsi qəbul olunar, günahları bağışlanır. Düşmənləri hətta qiyamətin günündə ondan razı olar bu namazın sayəsində. İmanla dünyadan gedər. Çox böyük bir faydadır, qardaşlar. Yəni insanın aqibəti xeyir olar. Dini, imanı əlindən çıxmaz. Qəbri geniş olar, nurani olar. Qəbirdən məqsəd bərzəx aləmidir. Valideynləri ondan razı olar, məğfirət halına şamil olar. Hətta onun valideynlərinin belə, onun övladlarının, nəslinin belə halına Allahın məğfirəti şamil olar. Bir namaz qılırsan, Allah sənin özü də bağışlayır, valideynləri də bağışlayır, övladları da bağışlayır. Və əsas lazım olan məsələ buyurur ki, ruzi bərəkəti çox olar. Ola bilsin, bir adam məhz buna görə qıla bu namaz ki, ruzisi geniş olsun. Əsas məsələlərdən də biri budur ki, ölüm mələyi onunla görüşərkən ondan yaxşı rəftar eləyər. Asan can verər bu adam.